Hamıya salamlar. Çox istəklər üzərinə video gəldi. Okay? Deməli, nə arıq bu səfər teleskopumuzu götürürük. Bu gün həqiqətən çox maraqlı bir fikrim var. Hal-hazırda saat 19:10-dur. Yəni 8-ə 10 dəqiqə işləyib. Okay. Oho! Bu videonun təsəvvür edə bu video ardın gecə saat 4-də, 3-də də çəkəcəm, yəni sonra çıxıb Jupiter. Çünki hər gecə hətta 1 sm belə olsa planetlər yerlərini dəyişirlər. İndidən deyirəm, bax, linçləməyin. Astronom deyiləm. Hobbidir, yaxşı. Siz deyən də hobbidir. Özüm elə belə video olsun deyə. Kurtkamızı da geyinək. Çöl soğuk ola bilər, ona görə kurtkamızı geyinirik. İndi akkışlarımızı giyindik. Döttük. Qaranlıqdır deyə. Selfie modunda çəkirəm. Oy, ay görünür. Bu gün sevincdən partlayırdım. Niyə denən? Çünki hava bulutsuz idi deyə bildim ki, gecə də bulutsuz olacaqdı. Aya baxın deyə. Heç bir şey, birinci aydan başlayır. Hələ ki işıq kirliliyi var, çünki hələ ay batandan sonra gecə saat 3, 4, 5 arasında ay batır, işıq kirliliyi az olur. Ona görə çox şeylər görünür. Birinci ay çəkək. Let's go. Bu da ay. Bir dəqiqə yaxınlaşdırım, gözün. Ayda kamerada 6x ya. Bu da bizim ayımız. Ayı gördüğünüz kimi çəkdik. Zaten iPhone olsa, iPhone və yaxud Samsung S25 Ultra falan da belə 100x yaxınlaşdıram. Yəni full yaxınlaşdıraram da, full. Amma 6x ilə də yola vermiyorlar yəni. Saturn çəkmək çox çətindir. Şəkillərini çəkdiyim videosunu çəkmək mümkünsüz tarixdir. 6x yaxınlaşdırıcı ilə necə çəkim? Çətin məsələdir. Ona görə şəkillərini göstərsəm videoda görürüm də videonu. Saturn çəkmək həqiqətən biraz çətindir. Videodan çəksəm 6x olacaq, videodan yəni yaxınlaşdırsam teleskopa 6x olacaq, onda da halqasını görənməyəcək istəyən. Şəkillərdən ən azından heç olmasa biraz göstərmək olur. Ona görə şəkillərlə göstərəcəm. İnşallah saat 4-də də düşəcəm. Görüm Jupiter, sonra nə bilim, iş planetlərin də videosunu çəkəcəm. Sonra bitirərik. Bir də Nebula'nın da şəklini çəkəcəm ha bu arada. 3 caynaq, quyruq idi, nə idi, belə Alintak, Alinan, Mintaka onların da şəklini çəkib sizə göstərirəm. Heç bir şey. Saat 5-dir. 5-ə qalıb. Biraz sakit olacağım çünki bir yandan da qorxuram. Oy da, göyə hələ baxmamışam. Amma bilirəm ki, ulduzlar ümidçiləri gördüyümdə, yəni işıq kirliliyi yoxdur. Çox səbirsizləndim. Ulduzlara bax. Wow! Mükəmməl. Hayda. Super. Getdik şey seçməyə. Bunlar seçək biz. Bitirmədən birinci Jupiteri çəkək. Let's go.
göstərdim. Qaldı Nebulonu göstərmək. O biraz az görünəcək, işıq kirliyinə görə çox görünməyəcək. Ona görə göstərim şəklini onda təşkil edəcəm. İndi isə Venera çıxıb, heç xəbərim olmayıb, Allah haqqı. Venera çıxıb, onun da şəklini çəkək. Venera o qədər parlaq görünür. Parıldayan olsa da bəlkə də hal-hazırda. Bir də çəkək. Gördüyünüz kimi Veneranı seçdim. Biz nə var? Gedirəm yatmağa. Allah haqqı yıxıldı işlər. Və video bu qədər idi. Əlimdən gələn qədərilə əlimizdəki ekipmanlar ilə çəkdiyim max videoda, yəni başqa nə ola bilər. Əgər videodan yararlandısa, videoya like atıb komment yazmağı unutmayın və belə maraqlı videoların gəlməyə davamını istəyirsinizsə kommentlərdə bildirin. Neft salada falan işıq kirliliyi daha az olur.